hakimin ədalətli qərarı ən önəmdədir. Ən önəmli məsələ hakimin verdiyi qərardır, ədalətli qərardır. Digər tərəfdən Elman özü bilir. Mən Elman, Arzumun atası, Sənubərin atası, Samir Musəvi, bir də Hikmət Əliyevin birlikdə apardığımız bir mücadilə vardı. Biz o mücadiləni bu prosesə qədər, yəni ev dustaqlığına buraxılana qədər sosial şəbəkəyə çıxartmamışdıq, TikToka çıxarmamışdıq, bu barədə heç bir müzakirələr aparmamışdıq. Bunu Elman da yaxşı bilir. Biz hansı mücadilələri aparmışdıq birlikdə. Yenə də deyirəm, biz eyni zamanda baxın, Hikmət Əliyev, mən, Elman, Samir Musəvi, Arzumun atası və Sənubər xanımın atası, biz birlikdə yəni çox böyük mücadilələr aparmışdıq bunun üçün. Elman, sənə də təşəkkür edirəm. Bu təklif səndən gəlmişdi. Sən təklifinə ilk qoşulan mən olmuşdum və səndən sonra Samir Musəvini, Hikmət Əliyevi və digərlərini də bu təklifin arxasıca aparmışdıq. Heç kimin haqqını danmaq olmaz. Ədalətli olmaq lazımdır, ədalətli danışmaq lazımdır, ədalətli də qərar verildi. Mən sevinirəm ki, İlduza haqqında ədalətli bir qərar verildi. Hal-hazırda ev dustaqlığına buraxılması ilə bağlı sənədləşmə işləri gedir. Birazdan çölə çıxacaq və çölə çıxarması ilə bağlı görüntüləri sizə təqdim edəcəm.